işarəsi gəlir və Misli Premyer Liqasında sonuncu qarşılaşma CBC Sport ekranlarında sizə canlı yayımda təqdim olunur. İlk hücum cəhdini də Tuncay'dan ötürmə qapı qarşısına. Emin Rüstəmovdan qaydan top. Daha bir zərbə. Təkrarı hazırda bir daha sizə təqdim olunur. Canlı sətdə bir xeyli oyuncu görürük İmişlidən. Vüsalın zərbəsindən sonra top qapının üstündən keçir. İşarəni verir baş hakim. İdris İnqilablı ötürmə cəbri meydançasına. Başla zərbə. Kamran İbrahimov. Bax burada Kamran. Envisani'dən. Hətta top. Şakil Snow. Snow özü irəliyir. İdris İnqilablı topa toxunur və küncdən zərbə alacaq. Şakil Snow tək başına reyd etdi. Cəbri meydançasına daxil oldu. Son anda İdris İnqilablı onun qarşısı kəsməyi bacarır. Sürüşmə fəndi ilə topu meydandan çıxarır və küncdən zərbə yerinə yetirilir. Başla zərbə o qədər də effektli alınmadı. Ötürmə yerlə uzaqlaşdırılan top. Vüsal. İki rəqibindən aldı topu Vüsal. Ötürmə qapı qarşısına Kamran İbrahimov. Ötürmə qapı qarşısına. İki İmişli futbolçu bir-birinə mani olur və zərbədən sonra top qapıdan keçir. Səhvi bağışlamar Peter Kings. Top oyuna daxil etdi hakim. Yerindən topun önə daxil edilməli olduğunu bildirir. Vurulan qolun təkrarını bir daha izləyirik, əziz tamaşaçılar. Vurulan qolun təkrarına bir daha nəzər salaq. Bangera ilə Elmir Rəhimzadə bir-birlərinə mani oldu. Top Peter Kings'in qarşısına düşür, o isə dəqiq zərbə indirir bu epizodda. Ehtiyatda Hüseyin Əli Quliyev və Andrey Sinenko var. Josh Kaşki ilə bugün imam. Kings tək başına eləməyə davam edir Peter Kings. Ötürməyə sol cinaha doğru. Kyle Spence çatdı topa. Spence önündə Mehdi Tahirov. Kyle Spence ötürməsidir. Zərbə gəlir ya və yerindədir. Bu isə sonuncu epizodun təkrarıdır. İdris İnqilabdan ötürmə qapı qarşısına uzaq tərəfə. Zərbə gəlir iti bucaqdan. Bu da bir qədər əvvəlki epizod. Tuncay ondan qapı qarşı ötürmə. Başla zərbə. Top qapının üstündən keçir. Peter Kings ötürmə uzaq küncə. Başla zərbə. İmam Əli. Elmir topu geri götürdü. Qüvvətli zərbə. İdris'dən geri qaydan top. Vüsal Qəmbərov zərbə indirə bilmədi. Hücum davam edəcək. Tuncay. Əla ötürməyə Abbas. Abbas Ağazadə iti bucaqdan zərbə indirir. Kamran İbrahimov yenə də top uzaqlaşdırdı. Abbas daha bir cəhd. Top qapının üstündən keçir. Hətta bu Spence'dir. Peter Kings. Peter Kings topu qapının yanından vurur. Peter Kings. İmam Əli. Sam Əsimov. Rauf Rüstəmli. Çərçivədən top aralı keçir Rauf'un zərbəsindən sonra. Viegaş. Ötürmə qapı qarşısına. Zərbə. Orada sinəyə dəyib toxtayır. Bax bu epizod Elton Turabovun əllə oynamadığını bildirdi. Qavi. Ondan ötürməsi yaxşı alınır. Zərbə üçün imkan və İmam Əli xilas edir komandasını. Daha bir cəhd olacaq. Sol ayaqla zərbə. Riyad. Ötürmə geriyə. Dəqiq deyil Riyaddan. Rafael sol ayaqla zərbə. Kamran İbrahimov. Küncdən zərbə yerinə yetirilir. İndi Karvan Yevalqanasının hücum cəhdi. Uzaqdan qüvvətli zərbə. Top ötürmə qapı qarşısına. Başla zərbə. Kamran İbrahimov. Çox gözəl seyf. Dərk edə bilər. Bu sonuncu maçdır. Onlar növbəti mövsüm 1-ci liqada yarışacaqlar və əlbəttə ki
Orada özünü də hətta sanki aldatdı. Ötürmə qapı qarşısına başla zərbəyə yenə macal vermədilər. İdris'ten ötürmə zərbə. Top qapıdan keçir. Maçın son anları. Cardozo hesaba tarazını getirir. Kuba Arena'da. Diogo Cardozo. Karman Yevlax komandası qələbəyə çox yaxın idi. Peter Kings'in vurduğu gol komandasına 3 xal qazandıracaqdı. Amma bax burada Cardozo topu bəli, son saniyeler ve Cardozo'nun vurduğu golla maç başa çatır. Süleyman Əhmədova əsəbləşir Füzuli Məmmədov.